Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 11 iyun 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 12 səhifədən ibarətdir. İlk səhifəmizdə Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib başlıqlı məlumat yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 25 min kvadrat metr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Həmçinin qəzetimizin ilk səhifəsində digər səhifələrdə yer alan yazılarında başlıqları verilib. Baş prokuror Keniyada işgüzar səfərdə başlığı ilə məlumat da ikinci səhifədə dərc edilib. Keniyalı həmkarı Renson Ingonga'nın dəvəti ilə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nairobidə işgüzar səfərdədir. İyunun 8-də Kenya Respublikasının prezidenti William Ruto nümayəndə heyətini qəbul edib. Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürlərini ifadə edərək Prezident İlham Əliyevin salamlarını Kenya prezidentinə çatdırıb. Azərbaycan Respublikasının qanunu isə qəzetimizin 3-cü səhifəsində yer alıb ki, ətraflı tanış olmaq üçün sözgedən səhifəmizə baxa bilərsiniz. 4-cü səhifədə Azərbaycan dünya mediasında rubrikasında son 24 saatda ölkəmiz haqqında xarici medialarda dərc olunmuş məlumatlar yer alıb. Həmçinin 4-cü səhifəmizdə 4-cü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilib başlığı ilə yazıda yer alıb. Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Özbəkistan Respublikasına rəsmi səfər çərçivəsində iyunun 10-da 4-cü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib. Özbəkistan prezidenti Şavkat Mirziyoyev forumu açaraq ölkənin iqtisadi və investisiya imkanları barədə məlumat verib. Günün siyasi nəbzi isə qəzetimizin 5-ci səhifəsində tutulub. Bu səhifədə Türkiyədən məlumat yer alıb. Kosmosa uçuş və Türkiyənin elmi hədəfləri başlıqlı yazıda qeyd edilir ki, Türkiyə son illər elm və texnologiyanın strateji sahələrinə xüsusi önəm verir. Belə ki, Cahangir Atasevərin 2024-cü ilin iyun ayında həyata keçirdiyi suborbital uçuş Türkiyənin elm və texnologiyada qlobal səviyyədə var olduğunu nümayiş etdirən simvolik və praktiki bir addım hesab olunur. Bu baxımdan beynəlxalq kosmikin həm ictimaiyyətə, həm də gənc nəslə verdiyi mesaj aydın görünür. Sivilizasiyaların dialoqundan süni intellekt zirvəsinə Azərbaycan-Çin əlaqələrinin geniş spektri başlıqlı yazı isə 6-cı səhifədə yer alıb. Beynəlxalq Sivilizasiyalar arası dialoq gününün təsis edilməsi və BMT Baş Assambleyasının müvafiqətnaməsinin Azərbaycanda daxil olmaqla 83 ölkə tərəfindən imzalanması sivilizasiyalar arası dialoqun təşviqi və bəşəri tərəqqi istiqamətində ümumi iradəni nümayiş etdirir. Bu fonda Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda dərinləşərək əməkdaşlığın yeni üfüqlərini açır. Qəzetimizin 7-ci səhifəsində hadisələr kontekstində rubrikasında Haylar qətl və terror üçün 3 diviziya yaratmışlar başlıqlı yazı dərc edilib. Erməni vandalları Qərbi Azərbaycandakı soydaşlarımızı məhv etmək üçün 20-ci əsrin əvvəllərindən yaratdıqları hərbiləşdirilmiş pərakəndə quldur dəstələri ilə kifayətlənməyib. Azərbaycanlılara daha amansız şəkildə zərbə vurmaq məqsədi ilə nizami ordu yaratmağa qərar aldılar. Haylar 1917-ci ilin may ayında o zamanki Rusiya müvəqqəti hökumətinin başçısı Kerenskinin yanına adamlarını göndərdilər. Ondan xahiş etdilər ki, Rus ordusunda xidmət keçmiş erməni əskər və zabitlərin iştirakı ilə yerli ermənilərdən könüllülər toplayıb erməni ordusunu yaratsınlar. Türklərə qarşı vuruşmanı gücləndirsinlər. Brüssel narrativlərinə qarşı Tbilisi reallığı. Gürcüstan cəmiyyətində avropaspektisizmi artır. Bu yazı isə qəzetimizin 8-ci səhifəsində dərc olunub. Brüssel-Tbilisi xəttində yaranan gərginliyin əsas səbəblərindən biri Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının yenidən parlamentə təqdim etdiyi xarici təsirin şəffaflığı haqqında qanun layihəsidir. Qanun layihəsi ölkə daxilində xaricdən maliyyələşən qeyri-kommersiya təşkilatlarının və media qurumlarının şəffaflığını artırmağı hədəfləyir. KTMT-dən uzaqlaşmaq. Təhlükəsizliklə geosiyasi risklər başlıqlı məqalə isə 9-cu səhifəmizdə günün siyasi nəbz rubrikasında öz əksini tapıb. 2024-cü ildə İrəvanın KTMT-yə illik üzvlük haqqını ödəməməsi və bu qurumla əməkdaşlığını faktiki olaraq dayandırması regionda yeni geosiyasi balansın formalaşması ehtimalını gündəmə gətirdi. Rusiya rəsmilərinin Ermənistanın bu addımlarına qarşı səsləndirdiyi təhdid ritorikası Moskvanın Cənubi Qafqazdakı təsirini qorumaq üçün daha aqressiv siyasətə keçmək niyyətindən xəbər verirdi. 10-cu səhifəmiz isə iqtisadiyyatla bağlı yazılara həsr edilib ki, bu səhifədəki yazıların başlıqlarını sizə təqdim edirik.
Urbanizasiya əsrində yeni koordinatlar. Azərbaycanın qlobal şəhər salma modeli. Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq. Dövlət dəstəyi tütünçülüyün inkişafını sürətləndirir. Bölgə xəbərləri də bu səhifədə yer alır. Dünya Bugün xəbərlər rubrikasında 11-ci səhifədə isə Fransa prezidenti parlamentin buraxılmasını istisna etməyib. Avropa İttifaqı Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlayır. Avstriyada məktəbdə atışma nəticəsində 11 nəfər həlak olub. Nikol Paşinyandan yeni katolikos seçkiləri ilə bağlı müraciət kimi maraqlı başlıqlar altında məlumatlar yer alıb. Beləliklə, qəzetimizin son səhifəsi hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Bizim isə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.